Bu qədər gölün olduğu üçün ölkəyə The Land of a Thousand Lakes deyirlər. Amma əslində göl sayı 1000 yox, 188 mindir. İqlim. Bəli, gərək o məşhur soyuğa. Finlandiyada qış ayları çox sərtdir. Xüsusən Laplandiya bölgəsində temperatur -30, hətta -40 dərəcəyə qədər düşə bilir. Amma Helsinki, Tampere, Turku kimi şəhərlərdə daha yumuşaqdır. Qışda ortalama -5, -10 dərəcə olar. Əvəzində yayları çox gözəldir. Günəş 22:00-da batır, havalar sərin, təbiət yaşıl, bütün ölkə yayda sanki nəfəs alır. Finlandiyanın tarixi çox qısa görünə bilər, amma hikmətlərlə doludur. Əsrlər boyu iki güc arasında sıxılıb qalmışdır. Qərbdə İsveç, şərqdə Rusiya. Finlandiya 700 il İsveçin, sonra 100 il Rusiyanın hakimiyyəti altında yaşayıb.